baxım rutinləri əslində bizim uşaqlığımızdan formalaşır, siz dediyiniz kimi. Məsələn, biz görürük ki, nənəmiz, anamız hər hansı yemək məhsullarını üzlərinə vururlar. Bu qatıq ola bilər ki, üzü ağardır və ya hansısa xalq təbabəti. Ümumiyyətlə bunlar həqiqətən işə yarayırmı? Təəssüf ki, bunu dəstəkləməyəcəm. Çünki bizim mədəmizin turşuluğu ilə dərimizin turşuluğu eyni deyil. Daxilə qəbul etdiyimiz qidaları bizim mədəmiz çox rahatlıqla həzm edə bilir. Hətta həzmsizlik falan böyük problemlər gətirib çıxardır. Bunun da dərimizdə böyük bir təsiri olur. Amma xeyr, qatığın da, yumurtanın da, sonra indi çox məşhurdur. Kətan toxumunun suyu falan. Bəli, çox məşhurdur. Saçlara, üzə çəkilir. Razıyam. Amma effekti çox zəifdir birincisi. Yəni laboratoriyada işlənmiş və bizə təqdim olunan içində antioksidantlarla zəngin olan bir maskanın yerini vermir. Ani effekt verə bilər, uzun müddətli qalıcılığı olmaya bilər, amma əgər sizdə allergik bir reaksiya gedərsə, yəni ki, gedə bilər. Yəni qatığı biraz çox istifadə edəndə dəri başlayır qurumağa. Yumurtanı çox istifadə edəndə quruma verir. Məsələn, kətan toxumunun özü dəri bariyerimizi poza bilər, pH balansını poza bilər. Yəni ona görə mən qidaları üzə vurmağın tam qarşısındayam. Yəni heç razı deyiləm bu fikirlə. Balı məsələn çox çəkirlər. Mənim müştərim var ki, baldan bəli, baldan çox böyük qıcıqlanma yaranmışdı dərisində və uzun illər gərəkdi o fəsadı aradan qaldırmaq üçün. Ona görə də yəni belə götürəndə maskaların da qiyməti elə də baha deyil ki, bu boyda riskə gedəsən. Ona görə riskə getməyin mənası yoxdur. Məncə laboratoriyada işlənmiş məhsul istifadə etmək daha təsirli olacaq.